İnternet asılılığı insanın onlayn mühitdə həddindən artıq çox vaxt keçirməyə ehtiyac hissi ilə xarakterizə olunur. Bu, gündəlik həyatın, sosial münasibətlərin və psixik sağlamlığın pozulmasına gətirib çıxarır. Asıllıq sosial şəbəkələrdən, video oyunlardan, onlayn alış-verişdən və ya müxtəlif videolara nəzarətsiz baxmaqdan ibarət ola bilər. Digər davranış asıllıqları kimi internet asıllığı da beyindəki dopamin mexanizmləri ilə əlaqəlidir və buna görə də onun idarə olunması çətindir. Guangxi Universitetinin alimi Dr. Yan Yanın rəhbərliyi etdiyi tədqiqat qrupu internet asıllığı ilə mübarizədə fiziki məşqlərin təsirini qiymətləndirmək məqsədini qarşıya qoyub. Onlar həmçinin bu müdaxilələrin uğuruna təsir edən amilləri müəyyənləşdirmək və onların digər psixoloji simptomlara təsirini öyrənmək istəyiblər. Bu məqsədlə mütəxəssislər 14 elmi araşdırmanın məlumatlarını təhlil ediblər. Tədqiqatlarda internet asıllığı diaqnozu qoyulmuş 760 tələbə iştirak edib. Bütün eksperimentlər Çində aparılıb və seçmə qrupa rəqəmsal texnologiyalardan asıllıq riski daha yüksək olan gənclər daxil edilib. Tədqiqat çərçivəsində tətbiq olunan fiziki aktivlik 3 əsas hərəkət bacarığını əhatə edirdi. Açıq motorik bacarıqlar, qapalı motorik bacarıqlar və onların birləşməsi. Açıq motorik bacarıqlar dəyişən mühitdə fiziki aktivliyi nəzərdə tutur və xarici amillərə reaksiya tələb edir. Məsələn, basketbol və ya futbol kimi komanda idman növlərində olduğu kimi. Qapalı motorik bacarıqlar isə stabil mühitdə təkrarlanan hərəkətlərdən ibarətdir. Qaçış, üzgüçülük və ya güc məşqləri kimi. Məşq proqramlarının müddəti 4 həftədən 18 həftəyə qədər dəyişib və həftədə 2-5 dəfə orta intensivlikdə məşqlər nəzərdə tutulub. Hər məşqin müddəti 50-120 dəqiqə arasında olub. Nəzarət qrupundakı tələbələr isə heç bir fiziki aktivliklə məşğul olmayıb, adi həyat tərzlərini davam etdiriblər. Araşdırmanın nəticələri göstərir ki, fiziki aktivlik internet asıllığının simptomlarını əhəmiyyətli dərəcədə azaldır. Bundan əlavə məşqlər narahatlıq, stres, tənhalıq hissini və özünə inam əksiliyini azaltmağa kömək edib. Ümumi psixi sağlamlığı yaxşılaşdırıb. Xüsusilə açıq motorik bacarıqlarına əsaslanan məşq proqramlarında və onların qapalı motorik bacarıqları ilə birləşdirildiyi hallarda daha yüksək effektivlik müşahidə olunub.